Salam, bizə verilən test nümunəsinin izahına baxaq. Deyir ki, tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni cür közəlir. Dəyişən cərəyanın tezliyini artırdıqda lampaların közərməsi necə dəyişər? Demək ki, biz baxırıq ki, bu dəyişən cərəyan dövrəsidir. Dəyişən cərəyan dövrəsində həm rezistor var, həm kondensator var. Rezistorda yaranan müqavimətə biz deyirik aktiv müqavimət. Aktiv müqavimətin düsturu bilirik ki, R bərabərdir, Rho L bölünsün S-dir. Yəni, aktiv müqavimət materialın növündən, naqilin uzunluğundan və inkəsinin sahəsindən asılıdır. Burada isə bizə deyir ki, tezliyi artırdıqda görürük ki, aktiv müqavimət tezlikdən asılı deyil. Bu onu göstərir ki, aktiv müqavimət tezliyi artsa belə dəyişməz. R bərabər olar konstant. Və aktiv müqavimətin yanındakı bir lampasından keçən cərəyan şiddəti də ona görə dəyişməyəcək. Yəni, burada lampanın közərməsi artıb azalmayacaq. Yəni, sabit qalacaq. Çünki müqavimət dəyişmir. Keçək ikinci lampanın yanında görürük ki, kondensator var. Burada kondensatorda yaranan müqavimət tutum müqaviməti olur. Tutum müqaviməti XC bərabərdir 1 bölünsün omega C ilə hesablanır və uyğun olaraq bu düsturumuzu 1 bölünsün 2 pi nu C kimi də yaza bilərik. Əgər tezlik artırsa, tezlik artanda tutum müqaviməti azalır. Tutum müqaviməti azaldığı üçün IM bərabərdir UM bölünsün XC düsturundan görürük ki, deməli, cərəyan şiddəti tutum müqavimətindən tərs asılıdır. Demək ki, burada tutum müqaviməti azalarsa, cərəyan şiddəti artar və cərəyan şiddəti artdığı üçün də iki lampasının parlaqlığı artacaq. Yəni, bir lampasının parlaqlığı dəyişməz, iki lampasının parlaqlığı isə artar. Doğru cavab B variantı.